Başlayaq müəllimlər dərsimizə. Günəş müəllim. Müəllimə evə vermişdik. Harvard Gardner. Yox, Jean Piaget vermişdim. Zehni inkişaf mərhələsi. Hə, ola bilər. Bəli, zehni inkişaf mərhələsi mövzusudur Jean Piaget-nin. Günəş müəllim. Bəli, müəllimə. Jean Piaget-nin haqqında nə deyə bilərsiniz? Jean Piaget 1896-80-cı illərdə dövrün ən böyük alimlərindən biri olub. O Parisə köçür 1919-cu ildə. Orada həm Binet'in laboratoriyasında həm işləyir, laboratoriyasını həm oxumağı, həm də işləməyə başlayır. Orada elə bil ki, İngiliscə olan zəka testlərini fransız versiyasına tərcümə eləyir. Düzdür. Fransızca tərcümə eləyir. Bir də orada elə bil ki, o uşaqları müşahidə edir. Əsasən də uşaqların necə öyrəndiklərini deyil də, nəyə baxıb, nəyə əsasən öyrəndiklərini aşkar edir. Bəli. Onlarda uşaqların baş verən səhvlər böyükləri ilə eyni kimidir, düşünmələri. Xeyr, elə bil ki, onların arasında ciddi fərq olduğunu aşkara çıxardır. Düzdür. Günəş müəllim, Jean Piaget uşaqların idraki inkişafı mərhələlərində baş verdiyi dəyişikliklərə uyğun olaraq neçə mərhələyə bölür? 4 mərhələyə bölür. Hissi, hərəki mərhələ. Bu elə bil ki, doğulandan 2 yaşa qədər olan mərhələdir. İlkin əməli 2-5 yaş, yox 2-7 yaşdır. Konkret əməli 7-11 yaş, bir də 12 yaş uşaqları əhatə edir. Formal əməli də 12 yaşdan yuxarı. 11 və ya 12 yaş, bir də 12 yaşdan yuxarı uşaqları. Formal əməli. Bəli, bunlar yaş dövrləridir. Saadət müəllim. Bəli, müəllimə. Hissi hərəki mərhələsi başqa adı nədir? Hissi hərəki mərhələsi. Sensomotor da deyirik buna. Refleksiya. Hisslər və refleksiyanın öyrənməsi. Reflektik mərhələ. Hissi hərəki mərhələnin xüsusiyyətlərini deyir Saadət müəllim. Hissi hərəki mərhələdə 0-2 yaş arasında əhatə edir. Bunun özünün xüsusiyyətləri var. Hissi hərəki mərhələdə birinci reflekslə hərəkət edilir. Birinci xüsusiyyəti budur ki, reflekslə hərəkət edir. Düşüncəsi yoxdur. İkinci, təbii ehtiyaclar üçün. Yəni, etdiyi hərəkətin təbii ehtiyacı olduğu üçün eləyir. Məsələn, tutaq ki, acıbsa ağlayır. Sonra üçüncü səs bulaşması hadisəsidir. Hadisəsi olur. Yəni, ağlayan olanda yanında ağlayan da ağlayır, gülən olanda gülür. Sonra dördüncü də əşya davamlığıdır. Məsələn, oyuncağını verirsən, oynadır. Gizlədirsən, istəmir. Elə bilir ki, daha bu yox oldu. Amma 8-9 ayından sonra oyuncağı aldın, geri istəyir. Artıq əşya davamlığı yaranır onda. 8-9 ayında bu başlayır, oyuncağın atır yerə, onu geri verəndə yenidən atır yerə. Valideyn onu ələ salması kimi uşağın belə davranır uşaqla, amma əslində uşaq bunun əşya davamlığı kəşf edir özündə. Yəni ki, mən əşyamı atdım, istədiyim yerinə gəldi. Amma ondan qabaqki aylarda artıq o atdığı əşyanı geri istəmirdi. Çünki bu qədər davamlı deyildi, onun əşya davamlığı yox idi uşaqda. Sonra bu 0-2 yaşa qədəri əhatə edir, bax bu mərhələlər. Bəli, hissi hərəki mərhələsi, düzdür. Refleksiyada təbii ehtiyacları üçün olan səs bulaşması, bir də əşya davamlılığı. Axşamınız xeyir olsun müəllimə. Nurlana müəllimə, axşamın xeyir olsun. Nurlana müəllimə. Bəli. Başlayaq sizlə. İlkin əməli mərhələsinə aid olan xüsusiyyətlər və neçə yaşı əhatə eləyir? Deməli müəllimə, ilkin əməli deyəndə 2-7 yaş arası.
Bəli. 2-7 yaş arası mərhələ olan uşaqlarda, məsələn, burada ən çox egosentrik düşünmədə. Yəni mən bunu şagirdin egosu kimi belə götürürəm ki, egosentrik kimi. Məsələn, şagirdlər ən çox burada 2-7 yaş arası olan şagirdlər əsasən rollu oyunlar oynamağı sevir. Oyun əsasında hər hansı bir təlimi xoşlayır. Məsələn, ümumiləşdirmə aparır. Həmişə öz düşüncələri ilə yəni hərəkət edirlər. Yəni 2-7 yaş arası uşaqlar demək olar ki, məsələn, müəllimə, hər hansı bir quş uçur, bir yerdə quş dənlənir, bu halda it hürür. İtin hürməsini 2-7 yaşlı uşaqlar artıq ilkin əməli mərhələdə bunu itin hürməsini, quşun uçmasını itin hürməsində görürlər ki, it orada hürməsəydi quş uçmazdı. Deməli, burada dənlənərdi. Sonra böyükdən, məsələn, böyük bir yaşlı bir insanı görürlər, məsələn, bir də hündür bir adam görürlər. Hündür bir adamı yaşlıdan böyük sanırlar ki, bu böyükdür. Yəni, onlarda hələ ki, tam formalaşmıyor da, demək olar ki. Bəli. Yəni, hələ təcrübə ayırmağı bacarmırlar da 2-7 yaş arası uşaqlar. Məsələn, 2-7 yaş arası uşaqlar o qədər eşidirlər ki, bıçağı ələ alma, əlliyi kəsərsən, qayçını götürmə, qayçı ilə əlliyi kəsərsən, arazı yaralayarsan, gedirlər, məsələn, saçlarını kəstirməyə gedirlər, orada oturub ağlayırlar. Ay bana, niyə ağlayırsan? Mənim saçımı kəsəcəklər. Elə bilirlər ki, yenə zədələnəcəkdir, ya əlindən, ayağından haradasa bir qan çıxacaqdır. Yəni 2-7 yaş arası uşaqlar bu uşaqlardır. Yeganə müəllimə. Bəli, bəli. Yeganə müəllimə konkret əməli mərhələsi neçə yaşı əhatə edir və bunların xüsusiyyətlərindir? Müəllimə, konkret əməli təxminən 7-11 yaş arası uşaqlara əhatə edir. Orada müəllimə uşaqlar zehni fəaliyyətləri daha yaxşı anlayırlar. Burada necə konkret hadisələrlə bağlı məntiqi düşünməyi bacarırlar. Yəni Piagetə görə bu mərhələdə uşaqlar induktiv məntiqdən istifadə etməyi müəyyənləşdirirlər. Məsəl üçün 4 yaşında uşaq bütün məsəl üçün itlər hürürsə, itdir də, yəni bu 8-9 yaşlı uşaq üçün bu artıq müxtəlif it cinsləri var. Bunları artıq bir-birindən fərqləndirməyə, ayırd eləməyə bacarırlar. Sonra? Onlar müəllimə abstrakt hesablaya bilirlər, yəni hesablama zamanı barmaqlardan istifadə edirlərsə, artıq 7-11 yaş arasında olan uşaqlar düşünüb beynində hesablama apara bilirlər. Əhsən, düzdür. Sonra İradə müəllim var, burada Səbuh adı ilə qoşulan müəllim var, Günel var. Siz də iştirak etmək istəyirsinizsə, buyurun. Mən dinləyici kimi qulaq asmaq istəyirəm. Günəş müəllim. Bəli, müəllimə. Formal eləməli mərhələsi neçə yaşı əhatə edir və bu dövrün xüsusiyyətləri nədir? Bəli. Formal əməlli mərhələ 11-12 yaşı, 12 yaşdan yuxarı da yetkinlik yaşına qədər uşaqları əhatə edir. Burada elə bil ki, vicdan yaxşı inkişaf edir bu uşaqlarda, xeyirxah olurlar, gələcəyə doğru yaxşı fikirləşirlər, müzakirə edirlər, müzakirə etməyə xoşlayırlar. Burada prodiktiv suallarda, yəni iki başlı suallara cavab verirlər. Sonra daha dərin düşüncəyə malik olurlar bu formal əməllidə. Problem həll etməyi sevirlər bu mərhələdə olan uşaqlar. Aha. Nurlana müəllimə. Hansı yaş mərhələdir ki, bu yaş mərhələsində uşaqlar yalnız öz gördüklərinə əsasən fikir yürüdürlər? İlkin əməli mərhələsində 2-7 yaş. Əhsən, düzdür. Saadət müəllim. Bəli, müəllimə. Bu hansı mərhələdədir ki, özlərindən biri də burada necə deyim sənə, eyni anda yalnız bir şeyə fokuslana bilməsidir.
Məsələn, uşağa müxtəlif rəngdə, müxtəlif ölçüdə, müxtəlif formada həndəsə fiqur göstərirsən, o həmin fiqurları müxtəlif xüsusiyyətlərinə görə qruplaşmaqda çətinlik çəkə bilirlər. Fiqurların yalnız bir xüsusiyyətinə görə ayırd eləyə bilirlər. Konkret müəllimə, konkret müəllimə. Səadət müəllim, siz necə deyirsiniz? Mən bu ilkin əməli yoxsa. Bəli, müəllimə. O Bəli, İlk əməli, bəli. 2-7 yaş arası əhatə edir. Məsələn, burada məsələn bəli. Qruplaşmada mən konkreti də oxumuşam ki, konkretdə də qruplaşma var, orada da. Necədir? Deyir ki, müxtəlif formada Yox, ilkin həndəsi fiqur göstərsək, o həmin fiqurların müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırmaqda çətinlik çəkəcək. Məsələn, bu 3 bucağı ayırıb bir yerə yığa bilməyəcək, 4 bucağı ayırıb bir yerə yığa bilməyəcək. Elə hamısı onun üçün bir fiqurdur. Yəni məsələn, İlkin əməli. bəli, bütün itlər onun üçün elə itdir. Bütün maşınlar elə maşındır. Da cipdir, limuzindir, Mercedesdir, bunu ayıra bilmir. Qruplaşma Mərkəzdə mən dayanır həm də. Qruplaşdırmaqda çətinlik çəkir də bu yaşlı olan uşaq. Qruplaşdıra bilmir. ümumiləşdirmə desəydiniz, ümumiləşdirməni götürə bilərdim qruplaşıcıya. 2-7 yaş arası. Hə. Birdən 100-ə qədər sayır, məsələn, 100-dən 1-ə qədər saya bilir. Aha, düzdür. Geriyə Sonra çevirmə. yeganə müəllimə. Bəli, müəllim. Bu hansı yaş mərhələsidir ki, bu dövrdə idraki inkişafın bu mərhələsində uşaq konkret obyektlər, hadisələr üzərində məntiqi düşünməyi bacarırlar. Bu müəllimə 7 deməli, adından da məlum olduğu kimi 7 11 yaş əhatə edir də, bu konkret əməldir. Bəli, konkret əməlidir, düzdür. Səadət müəllim. Bəli. Bu mərhələdə uşaqlar daha az egosentrik olurlar və digər insanların necə düşünə və hiss edə biləcəyini düşünməyə başlayırlar ki, insanlar necə düşünə bilər, necə. Formal əməli. Ego 11 yaş deyirsən, yuxarı. ego ilkin olacaq müəllimə, ego olacaq. Daha çox egosentrik olurlar. İlkin əməli. Egosentrik olursa ilkin əməlidir. Amma Elə bildim daha az egosentrik olurlar. Digər insanların necə düşünməsini, düşünə bilmələri haqqında fikirləşirlər. Onda konkret əməli müəllimə. Bəli, konkret əməli mərhələsidir. Nurlana müəllimə. Bəli, müəllimə. Artıq bu mərhələdə abstrakt anlayışlar, hipotetik və mücərrəd anlayışlar haqqında fikir yürüdə bilirlər. Bu hansı mərhələdir? Müəllimə, abstrakt, hipotetik deyirsə formal əməl olacaq. Əhsən, bəli, formal əməli dövrdür. Günəş müəllim. Bəli. Bu hansı mərhələdir ki, burada artıq uşaqlar, şagirdlər deduktiv düşünməyi bacarırlar. Formal əməli. Bəli, formal Deduktiv. əməlidir. Yeganə müəllimə. Bəli. Bu hansı mərhələdir ki, bu mərhələdə uşaqlar induktiv düşünürlər? İnduktiv düşünənlər konkret. Konkret əməliyyatlar dövrdür. Konkret əməl. Düzdür. Səadət müəllim. Bəli müəllim. Bu mərhələdə deyirik ki, dilin inkişafının təməli əvvəlki mərhələlərdə qoyulmuş ola bilər, lakin dilin əsaslı inkişafı, söz ehtiyatı bu dövrdə İlkin əməli. olur. Bəli, ilkin əməliyyatlar dövrüdür, düzdür. Nurlana müəllimə. Bəli, müəllimə. Hansı mərhələdir ki, bu mərhələdə olan uşaqlar ananı itirmək qorxusu yaranır? İtirmək sindromu 0-3-2 yaş arası. Düz. Hissi əməli. Bəli, İlkin əməlidir. bəli, Hissi müəllimə. İsti hərəki. Yəni artıq burada. Yaxşı, Günəş müəllim. Bəli, müəllim. Əşya davamlılığı anlayışı nə vaxt formalaşır? İlkin əməlidə. Neçə aylıqda? 8-9. Bəli, Bəli, 8-9 8-9 aylıqda əşya davamlılığı baş verir. Bəli.
Sonra Nurlana müəllimə səs ulaşması deyirik. Bu hansı dövrdə olur? Müəllimə hissi hərəkət. Bəli, hissi hərəki dövründə baş vermiş olur. Sonra yeganə müəllimə. Müəllimə. Bu mərhələdə olan şagirdlər özlərindən, yəni burada eyni anda yalnız bir şeyə fokuslana bilirlər. Fokuslana bilirlərsə o ilkin əməldə 2-7 yaş arası hadidir. Ay sağ ol, düzdür. İlkin əməli mərhələsidir. Nurlana müəllimə, bu hansı mərhələdir ki, bu mərhələdə olan uşaqların əsas xüsusiyyətindən biri egosentrik düşüncədir. Müəllimə ilkin. Bəli, ilkin əməli daha çox egosentrik olurlar. 2-7 yaş. Saadət müəllim, Bəli, müəllim. bu hansı məsələdir ki, burada uşağın diqqətini bir anda bir problemin birdən çox xüsusiyyətinə yönəltmək olur. Onlar artıq əşyaların müxtəlif xüsusiyyətlərini görüb qruplaşdıra bilirlər. Konkret əməl Bəli, konkret əməliyyatlar dövrüdür, düzdür. fərqləndirir, ayırır. Günəş müəllim, Bəli, müəllimə. bu mərhələdə şagirdlərin məntiqi təfəkkürü inkişaf eləyir, induktiv məntiqdən istifadə edirlər. Konkret əməli. Bəli, Formal əməli. Konkret. Məntiqləri. Düzdür, bax müəllimə, Saadət müəllim. Məntiqi təfəkkür konkret əməlidə də inkişaf edir. Bəli. İnduktiv düşünə bilirlər, çünki onlarda təcrübələr azdır. Yəni xüsusi nümunələr əsasında ümumi bir fikrə gəlirlər. Elə bir ki, rəhləri seçə bilirlər, hesablama Yəni apara bilirlər. bu təcrübələri mərhələdə. artdıqca xüsusi olan fikirlərdən sonradan bir ümumi fikir yarada bilirlər. Amma artıq biz formal əməliyyatlar dövründə uşaqda məntiqi təfəkkür inkişaf eləyir, abstrakt, bəli, deduktiv, artıq ümumidən bir xüsusi Xüsusən ümumi. bəli, yürüdə Gələcəyə doğru yarada elə bir şey. bilirlər. Düzdür. Bir də müəllimə, dünənlərin bu dərsi oxuyanda mən bu dərsin içində rast gəlməmişdim. Bəlkə ya yeni kitabda indi yazılıbdı, bəlkə də var imiş mənim gözümdən qaçıbdı. Deyil. Dünənlərin mən burada fikir verdim ki, konkret əməli mərhələdə naturalistlik görəndə onu da konkretə götürmək lazımdır. Məsələn, ağacdır, rəhdir, heyvandır. Yəni hər hansı bir heyvanı iti bir şey zət belə, yəni naturalist. Bəli, bitki və heyvanların, əşyaların müxtəlif növlərinin olduğunu artıq burada anlayır. Yəni məsələn, Ayırır da, bitki deyəndə, ağac deyəndə biz ilk nə deyirik? İlkin əməliyyatlar dövründə deyir ağac-ağacdır elə. Amma artıq burada bitkilərin növlərini ayırır. Bu bitki məsələn armuddur, alçaqdır, iynə yarpaqlıdır, enli yarpaqlıdır. Bunu müəyyənləşdirir artıq. Bəli. Və yaxud da heyvan deyəndə elə onun üçün heyvandır. Artıq burada növlərini ayıra bilir. İti bir şeyi ayırt edir. Məsələn, it Qırmızını var. deyəndə onun üçün itdir. Amma artıq ovçarka hansıdır, tutaq ki, bingo hansıdır və yaxud da qanqal iti hansıdır. Artıq bunun növünü ayıra bilir. Və yaxud da ki, tutaq ki, əşyanın növünə görə müxtəlif olduğunu, üçbucaqlı, məsələn, həndəsi fiquru biri ayırır, tutaq ki, trapesiyanı ayırır. Yəni artıq fiqurları da formasına görə müəyyənləşdirə bilir. Yaxşı, Nurlana müəllimə. Məsələn, biz hansı mərhələdə olan uşaqlara belə bir sual versək, bunun izahını uşaq əsaslandırıb özü üçün deyə biləcək. Məsələn, 1 saat ərzində enerji ləğv olarsa nə baş verərdi? Formal əməl olacaq bu. Əhsən, düzdür. Formal əməli olacaq. Çünki artıq burada abstrakt, müzərrət düşünəcək, hipotetik düşünəcək ki, ona görə deyirik ki, formal əməliyyatlar dövrüdür. Düzdür. Yeganə müəllimə, 11-12 yaşı əhatə edən dövr hansı dövr oldu? Formal əməl. Bəli, formal əməliyyatlar dövrü oldu. Yeganə müəllimə, Jean Piaget'in nəzəriyyəsi necə adlandı? Jean Piaget'in nəzəriyyəsi necə adlandı? Müəllim.
Nəzəriyyə. Zehni inkişafı. Bəli, Zehni zehni inkişafın mərhələləri. Bəs çox növlü zəka kimindir yeganə müəllimə? O hardiyə Gardner. Bəli, Gardnerin. Gardnerin intellekti neçə növünü müəyyənləşdiribdir? Müəllimə o şəxslər 8. Bəli, 8-in müəyyənləşdiribdir, düzdür. Yəni o Səadət məntiqi müəllim. riyazi idi də. Necə? Naturalistlər Məkan vüsualları, fərd daxili, şəxslər arası bədən kimi. Bəli. verbal lingvistik. Verbal lingvistik, Musiqi ritmik. məntiqi riyazi, musiqi ritmikdir, məkan vizualdır, fərd daxilidir, şəxslər arasıdır, bədən kinestetikdir, Naturalistdir. məkan vizualdır, 8-dir, düzdür. Nurlana müəllimə, Bəli. biz hansı deməli intellekt tipində dedik ki, orada replə öyrən, qafiyəli sözlər yarat kimi Musiqi. strategiyası Musiqi vardır. ritmi. Əhsən. Günəş müəllim. Günəş müəllim. Bəli, bəli, Biz müəllimə. hansı intellektdə dedik, təbiətə gəzinti, pəncərə kimi strategiyası var. Naturalist. Düzdür. Naturalist. Yeganə müəllim. Biz hansında dedik ki, sinif teatrı, bədən xəritəsi, bədən cavabı kimi strategiyaları var. Bədən kinestetik. Bədən Bəli, kimi. düzdür. Saadət müəllim, biz hansında dedik, Bəli. gündəliyin tutulması, hekayə xəritəsi, Balıqov vardı. Balıq. Verbal lingvistik. Balıq ovunda. Verbal lingvistikdir, balıq verbal ovunda var. lingvistikdir. Hə, verbal lingvistik. Nurlan Günəş müəllim, biz hansında dedik, Sokrat dialoqu, təsnif etmə kateqoriya ayırma strategiyası vardı. Məntiqi riyazi. Bəli, Riyazi. bəli, məntiqi riyazi idi, düzdür. Nurlana müəllimə, Nurlana müəllimə, biz dedik ki, psixomotor taksonomiya. Nədir psixomotor taksonomiya? Keçək təkrara, səndən başlayaq. Hə, psixomotor taksonomiya deyəndə müəllimə bu bu 5 növü var müəllimə. İmitasiya, manipulyasiya, dəqiqlik, artikulyasiya, təbiiləşmə, imdad. Düzdür. İmdad. İmdad. Yaxşı. İmdad deyilir. Hə. Saadət müəllim, imitasiya Bəli, müəllim. nədir? İmitasiya təqlid etmək, təkrarlama. Məsələn, kimisə müşahidə edib təkrarlama. Rəsm çəkən müəllimə baxıb onun əlinə baxıb həmin şəkli təzədən təkrar olaraq çəkmək. Düzdür. Yeganə müəllimə, manipulyasiya nədir? Manipulyasiya, Bəli. müəllimə o birbaşa idi da, yazılı və şifahi təlimatlara. Bəli. Hə. Yazılı və şifahi Baxaraq. təlimata əsasən hərəkətləri icra edir. Bu manipulyasiyadır. Günəş müəllim, dəqiqlik nədir? Burada dəqiqlik də elə bil ki, başqasının köməyi olmadan, müdaxiləsi olmadan özünün təcrübəsi ilə müstəqil şəkildə hərəkətləri yerinə yetirir. Bəli, əhsən, düzdür. Sonra Nurlana müəllimə. Bəli, müəllimə, buyurun. Nurlana müəllimə, artikulyasiya nədir? Müəllimə, artikulyasiya nəsə hər hansı bir artıq bir şeydən, tullantılardan nəsə bir əşya düzəltmək, kardondan məsələn musiqi aləti düzəltməkdir. Sonra bu, nə bilim, kardondan bir də görsən ki, məsələn texnologiyaya aid səməni düzəldirik, ya kağızdan gül figurları düzəldirik. Yəni artikulyasiya yaratmaq deməkdir da, qurmaq, yaratmaq. Video çarxın hazırlanması. Saadət müəllim, təbliğləşmə nədir? Bəli. Təbliğləşmə müəllimə vərdişdir, sərbəst şəkildə hərəkəti icra etmək. Məsələn, heç bir şeydən utanmadan, həyəcan keçirmədən sərbəst şəkildə auditoriyanın qarşısında çıxış etmək, sərbəst mətn oxumaq, avtomatləşmiş vərdiş. Bəli, avtomatləşmiş vərdişdir, düzdür. Yeganə müəllimə. Bəli, bəli. Deyirəm ki, şagird müəllimin təlimatına əsasən gül şəkili çəkdi. Manipulyasiya. Manipulyasiya. Bəli, manipulyasiyadır. Müşahidə elədi də müəllimə, müəllimi müşahidə elədi. Müşahidə etmədi. Müəllim dedi ki, götür bu cür istiqamətlərdə məsələn gül şəkili çək. Məsələn, şifahi şəkildə izah elədi, dedi. O da ona əsasən çəkdi şəkili.
Günəş müəllim. Bəli, müəllimə. Şagird sulu boyadan istifadə edərək yeni bir rəsm əsəri yaratdı. Dəqiqlik. Bəs Yaratdı, desəm, şagird artikulyasiya. məsələn Artikulyasiya. bu artikulyasiyadır. Niyə artikulyasiyadır? Sulu boyanı götürür. Artıq burada Orada yeni bir fəaliyyət bəli, çıxartdı. yeni rəsm əsəri yaradır. Yəni olmayan bir götürür ki, məsələn bir rəsm əsəri boyası çəkir. Amma bu dəqiqlik olsaydı deyəcəkdik ki, şagird öyrəndikləri əsasında götürüb bir şəkil Bəli. çəkir. Artıq o beynində var və o çəkir ki, dəfələrlə edir ki, səhvləri aradan qaldırsın, düzdür? Bəli, bəli. O qədər düzdür. bəli, orada ona görə o dəqiqlikdir. Amma burada artıq sulu boyanı götürür, yeni bir rəsm əsəri yaradır. Yeni rəsm əsəri çəkirsə artıq burada artikulyasiyadır. Nurlana müəllimə. Bəli. Şagird peşəkarcasına sürətli şəkildə Bəli, bəli. Təbiiləşib artıq. ay sağ ol, təbiləşib, düzdür. Saadət müəllim. Bəli, müəllimə. Deyirəm ki, şagird bir neçə hərəkəti inteqrasiya edərək ahəngdar, ardıcıllıqla, fərqli şəkildə rəqs nümayiş etdirir. Artikulyasiya. Ay sağ ol, düzdür, artikulyasiyadır. Günəş müəllim. Bəli, müəllimə. Deyirəm ki, şagird müəllimin əlinə baxıb şəkil çəkir. İmitasiya. Bəli, İmitasiya. imitasiyadır, düzdür. Yeganə müəllimə. Bəli. Deyirəm ki, şagird yeni öyrəndiyi hərəkətləri öz sinif yoldaşlarına nümayiş etdirir. Rəqsə gedibdir, rəqs dərnəyinə gedir. Müəllim ona bir rəqs öyrədibdir. İndi gəlibdir, sinifdədir, həmin hərəkətləri öz bildiklərini öz yoldaşlarına göstərir. O artikulyasiyadır. Kim deyər? Dəqiqlik. Dəqiqlik, müəllimə, dəqiqlik. Bəli, dəqiqlikdir. Burada dəqiqlikdir. Amma desəydim ki, şagird tutaq ki, bir neçə hərəkətdən istifadə edərək, məsələn, bir neçə hərəkəti birləşdirərək ahəngdar, Artikulyasiya olar. hərəkətləri yerinə yetirirsə, artıq burada artikulyasiya olacaq. Nurlana müəllimə. Bəli, müəllimə. Müəllim Leyliyə deyir, sağa dön, Leyla sağa dön. Deyir, Leyla sola dön, sola denir. Leyla əli yuxarı qaldır, yuxarı qaldırır. Leyla əli aşağı sal, aşağı salır. Manipulyasiya. Ay sağ ol, manipulyasiya. Bəli, manipulyasiya. Qoymadılar, müəllimlər sağ olsunlar, hamısı deyirlər. Hə, Saadət müəllim. Bəli, müəllimə. İmkan verin, desin. Həsən kompüterin klaviaturlarına baxmadan sürətlə yazır. Baxmadan sürətlə yazdır. Artikulyasiya. Təbiiləşmə. Təbiləşmədir. Çünki bax burada klaviaturlara baxmır. Sürət. Artikulyasiya da var, sürət var, orada da görə. Bilirsiniz, artikulyasiyada bir neçə hərəkəti birləşdirir, icra eləyir, amma burada artıq sürətlə baxmadan eləyirsə, burada nədir? Təbiləşmədir. Təbiiləşmədir. Yəni burada artikulyasiyada belədir ki, müxtəlif yeni tələblərə cavab verən metodlar hazırlayır, yeni bir nə isə yaradır. Birləşdirir, fəaliyyətləri birləşdirir. Bir növ restruktural biliyə oxşayır. Ardıcıllıq var da orada. Bəli. Düzdür. Günəş İmprovizələr edir. Günəş müəllim. Nə tapdım, ne deyirəm. Yarattım. Deyirəm ki, Günəş müəllim. Bəli, müəllimə. Müəllim taxtada A böyük A, kiçik A yazır. Uşaqlar da baxıb ona həmin hərfləri yazır. İmitasiya. Bəli, imitasiyadır. Yəni baxıb eləyir. Yanıyır. Bəli.
Nurlana müəllimə, Axşamınız xeyir müəllimə. axşamınız xeyir olsun. Nurlana müəllimə, Bəli, müəllimə. deyirəm ki, şagird videoya baxır, izləyir və deyirəm ki, həmin video əsasında videoya baxdıqdan sonra tort hazırlayır. İmitasiyadır müəllimə. Manipulyasiya, Manipulyasiya. Video təlimata baxır. video təlimatı. Video təlimat var. Bəli, təlimata baxır. Deməli müəllimlər, burada biz artıq bu mərhələni qurtardıq. Biz keçəcək gələn dəfə metakognitiv bacarıqların formalaşdırması. Onu soruşacağam təkrardan. Yeni mövzumuz isə gəlir Lev Vygotsky sosial inkişaf nəzəriyyəsi. Deməli, Lev Vygotsky sosial inkişaf nəzəriyyəsi və burada həm də yaxın inkişaf zonası anlayışı ilə tanış olacağıq. Rus psixoloqudur Lev Vygotsky və bu 1896-1934-cü illərdə yaşamışdı. 38 yaşında vəfat eləmişdi. Yəni ən gənc yaşda vəfat eləyibdi, amma buna baxmayaraq 20-ci əsrin ən görkəmli bir psixoloq olmuşdu. Vygotsky'nin sosial inkişaf nəzəriyyəsi sosial mühitin, dilin, şagirdlərin müəllimlə, yoldaşları ilə qarşılıqlı ünsiyyətin öyrənmə prosesində mərkəzi rol oynadığını iddia edir. Vygotsky sosial inkişafı ilə idraki inkişafı ayrılmaz hesab edir. Onun fikrincə sosial inkişaf idraki inkişafı təmin edir. Yəni qarşılıqlı ünsiyyət, qarşılıqlı öyrənmə, təcrübəli birinin digərinə dəstəyi olmazsa idrak inkişaf edə bilməz. Lev Vygotsky müstəqil kəşf səyahətindən fərqli olaraq öyrənmənin mühüm sosial proses olduğunu bildirir. O, uşağın öyrənməsində cəmiyyətin daha təcrübəli üzvlərin, valideynin, müəllimin, təcrübəli həmyaşıdlarının, qonşunun, sinif yoldaşının böyük rolu olduğunu bildirmişdi. İnsan anadan olanda diqqət, hiss, qavraş, yaddaş adlanan zehni funksiyalara sahib olur. Məhz sosial mədəni mühit bu zehni bacarıqları inkişaf etdirməyə, daha yüksək zehni funksiyalar əldə etməyə şərait yaradır. İnsan, yəni bir şəxs olaraq, sosial varlıq olaraq cəmiyyətdə formalaşır, sosial mühitdə formalaşır. O heyvanlar içərisində böyüyüb yaşayan uşaqlar nə qədər tapılıbsa, həmin uşaqlar üzərində aparan müşahidələr göstərir ki, o uşaqlar o qədər sosiallaşa bilmir. Çünki uşaq tutaq ki, bir 15 yaşına qədər, 20 yaşına və yaxud da 10 yaşına qədər heyvanla böyüyübsə, o heyvanın tərzini götürür. Dili olmur, o sosiallaşmır. Yaxın inkişaf zonası nədir? Yaxın inkişaf zonası Lev Vygotsky'nin nəzəriyyəsinin ən vacib hissəsidir. Vygotsky bu konsepsiyanı əsasən şagirdin öyrənmə prosesi ilə bağlı 3 zonadan ibarət olduğunu göstərir. Mövcud səviyyə, yaxın inkişaf zonası, bir də yüksək səviyyədir bu 3 mərhələ. Mövcud səviyyə şagird tapşırığı müstəqil yerinə yetirir bu səviyyədə. Yaxın inkişaf zonası şagird tapşırığı daha təcrübəli birinin dəstəyi ilə yerinə yetirir. Yüksək səviyyə isə təcrübəli birinin dəstəyi olsa belə şagirdin çata bilməyəcəyi bir səviyyədir. Mövcud səviyyədə insanın müstəqil olaraq özünün icra edə biləcəyi tapşırıqlar bu səviyyədə yerinə yetirilir. Yəni şagird müəyyən tapşırıqlar var ki, onu yerinə yetirə bilir. Həmin tapşırıqları müstəqil şəkildə asanlıqla yerinə yetirir. Hər hansı bir köməyə ehtiyacı olmur. Əgər şagird bu mərhələyə çatmışdırsa, müəllim sonrakı öyrənməni asanlaşdırmaq üçün tapşırığın çətinlik səviyyəsini artırmalıdır. Əks halda şagird yerində addımlayacaq və inkişaf etməyəcək. Yaxın inkişaf zonası dedik ikinci zonadır. Şagirdin idraki inkişafı ideal olaraq yaxın inkişaf zonasında baş verir.
Buna yiz deyirik. Uşağın bu mütəxəssis nəzarəti altında nümayiş etdirdiyi, lakin tək başına yerinə yetirə bilmədiyi idraki prosesləri əks etdirir. Müəllimlərin, digər böyüklərin, dostların, texnologiyanın və başqa təcrübəli birisinin dəstəyi ilə yerinə yetirilən tapşırıqlar bu səviyyəyə aiddir. Yəni başqa birisi buna kömək eləyib istiqamət verməlidir ki, o verilən tapşırığı yerinə yetirilə bilsin. Vygotsky hesab edir ki, yaxın inkişaf zonasında öyrənmə inkişafdan əvvəl ola bilər. Yəni burada daha təcrübəli biri inkişafı qabaqlayaraq müəyyən öyrətmə üsulları, strategiyalardan istifadə edərək inkişafa nail ola bilər. Şagirdin yaxın inkişaf zonası onun faktik bilik səviyyəsi ilə öyrənməsi həmin an üçün qeyri-mümkün olan səviyyəsi arasında zonadır. Vygotsky qeyd edir ki, təlim həmişə inkişafdan irəli gedir və onu da öz arxasınca aparır. Öyrənmə yaxın inkişaf zonasında baş verir. Üçüncü zona dedik ki, yüksək səviyyə. Həmin an üçün əldə edilməsi qeyri-mümkün səviyyədir. Yəni təcrübəli birinin dəstəyi olsa belə həmin an üçün yerinə yetirilməsi mümkün olmayan tapşırıqlar bu səviyyəyə aiddir. Bu səviyyə şagird üçün həmin anda əlçatmazdır. Təlimi bu səviyyədə qurmaq şagirdin motivasiyasını aşağı salır, inkişaf etdirməz. Effektiv müəllim uşağın mövcud səviyyəsini tanıyır və uşağın ondan irəli getməsinə kömək edir. Daha sonra uşaq müstəqil öyrənmə yolu ilə tapşırığı yerinə yetirə bildikdə, müəllim yavaş-yavaş dəstəyini tədricən geri götürür. Yaxın inkişaf zonasına aid müxtəlif təcrübələr keçirilmişlər və görmüşlər ki, həqiqətən də şagirdin əvvəlcə o hər hansı bir işi icra eləmək üçün dəstəyə ehtiyacı vardır. Dəstəyə ehtiyacı olur, onu yerinə yetirir, bacarır, təcrübə toplayır, öyrənir, daha onun üçün əlçatmaz olan səviyyəni əldə eləyir. Bəs scaffolding nədir? Məsələn, bina təmir etdikdə və yenidən qurulduqda, məsələn, tikinti briqadaları binanın səthini təmir edə bilməyi üçün müvəqqəti dayaqdan istifadə edirlər, pləkandan istifadə edirlər. O dayaq olmasa, tikinti işçiləri işlərini tamamlaya bilməzlər. Tikinti layihəsi tədricən başa çatdıqda, dəstək strukturuna etiz qalmadıqda həmin dayaq yavaş-yavaş hissə-hissə çıxarılır. İnsan briqadasına dayaq lazım olduğu kimi, müəllimlər də yeni bacarıq və ideyaların öyrənilməsi asanlaşdırmaq üçün dayaq, şagirdlərə dəstək rolunu oynayır. Şagirdlərə yol göstərir. Müəllimin müvəqqəti dəstəyi olmadan yeni anlayışların öyrənilməsi çətin ola bilər. Hökmən elə məsələlər vardır ki, orada müəllim şagirdlərə dəstək olur. Öyrənənə göstərilən müvəqqəti dəstəyə scaffolding, müvəqqəti körpü, dayaq deyilir. Scaffolding fəaliyyəti təkcə müəllimə aid deyil. Yəni bu rolu təkcə scaffolding rolunu müəllim eləmir. Burada valideyn də ola bilər, uşağın sinif yoldaşı da ola bilər, özündən yuxarı sinifdə oxuyan məktəb şagirdi ola bilər, evdə bacısı ola bilər, qardaşı ola bilər və yaxud qonşu uşağı ola bilər ki, bu rolu, bu dəstəyi verə bilər. Scaffolding fəaliyyətində məqsəd nədir? Şagirdin çətinlik çəkdiyi tapşırığın aspektlərində onlara kömək etməklə onları həvəsləndirmək, şagird üçün məyusluğun minimuma endirilməsi, daha sürətli, daha uğurlu öyrənmə təcrübəsini təmin etmək, şagirdin heç bir kömək olmadan bu bacarığı yerinə yetirilənə qədər ona istiqamət verməklə özünü rahat hiss etdiyi bir mühit yaratmaqdır. Vygotsky nəzəriyyəsində biz dedik ki, scaffolding nədir? Scaffolding müvəqqəti körpüdür. Daha bir təcrübəli birisinin şagirdə dəstək olmasıdır. Scaffolding müəllimin şagirdlərini öyrətdikcə daha səriştəli olduqdan sonra
tədricən rəhbərlik və dəstəyi aradan qaldırdığı bir təlim təcrübəsidir. Müəllimin scaffolding strategiyaları vardır. Bu strategiyalar hansılardır? Əvvəlki biliklərlə əlaqə yaratmaq. Şagirdlər müxtəlif məktəbdə, müxtəlif mövzularda təcrübə, biliklərlə gəlirlər. Əvvəlki həyat təcrübələrini yeni biliklərlə əlaqələndirməklə müəllimlər şagirdlərə yeni detalları daha tez başa düşməyə kömək edə bilərlər. Şagirdlər yeni bilikləri artıq bildikləri ilə əlaqələndirə bildikdə daha asan qavrayırlar. Bir tapşırığın necə yerinə yetiriləcəyini başqa nümunə üzərində göstərsək və ya oxşar problemi necə tamamlayacağını modelləşdirsək, şagird daha yaxşı öyrənir. Şagird hər hansı bir tapşırığın həllində çətinlik çəkərsə, birbaşa həmin tapşırığı yerinə yetirmək deyil, bənzər nümunələr üzərində istiqamət vermək olar. Məsələn, inandırıcı bir esse yazmaqlarını istəyiriksə, başqa bir esse nümunəsini göstərə bilərik. Məsələ həllində çətinlik çəkirsə, bənzər bir məsələ üzərində istiqamət verə bilərik. Lüğəti əvvəlcədən öyrətmək lazımdır. Şagirdlərin istənilən bir fənn üzrə yeni mövzunu oxuyarkən rastlaşa biləcəkləri yeni terminlər olur. Cümlələr içərisində mənasını bilmədikləri terminləri gördükləri üçün ümumi mənanı dərk edə bilmirlər. Bu problemi aradan qaldırmaq üçün birbaşa izah verməklə deyil, müəyyən şəkillər və ya bildikləri, maraqlandıqları hər hansı digər məqamlar vasitəsilə sözləri təqdim etmək, o sözlə əlaqəli başqa suallar vermək olar, metafora, analogiyalardan istifadə etmək olar. Bu strategiyalardan hər hansı birini yerinə yetirdikdən sonra şagirdlər artıq özləri tərəfindən kəşf etdikləri izahatlarla müqayisə etmək üçün lüğətlərdən istifadə edə bilərlər. Dördüncü, əyani vəsaitlərdən istifadə edin. Qrafik təşkilatçılar, sxem, şəkillər, slayd, videolar hamısı scaffolding alətləri kimi istifadə edilə bilər. Qrafik təşkilatçılar uşaqlara məlumatları vizual şəkildə təşkil etməyə, ideyaları təsvir etməyə, səbəb-nəticə, ardıcıllıq kimi anlayışları başa düşməyə kömək edir. Şagirdlərə videonun göstərilməsi və ya yeni dərsə başlaması üçün konkret obyekt təqdim edilməsi də daha dərsin yaxşı qavranılmasına gətirib çıxarır. Məsələn, qayalar və daşlar haqqında dərs keçən zamanı şagirdlərin görməsi və toxunması üçün stolun üzərinə müxtəlif növ daşların qoyulması faydalıdır. Şagirdlərə yeni mövzu ilə tapşırıq verməzdən əvvəl onları təlim nəticələri və qiymətləndirmə meyarları ilə tanış edərək müzakirə etmək. Yəni burada spesifik və aydın təlim nəticələri şagirdlərə hansı bilik və bacarıqlara yiyələnməsi, qiymətləndirmə meyarları isə görüləcək işin necə olması, hansı meyarlara uyğun olması ilə bağlı ətraflı məlumat verir. 6-cı strategiya nədir? Mətnin bir hissəsini oxuduqdan sonra o hissəyə aid suallar verərək anlamanı yoxlayın. Oxunulan hissə ilə bağlı müxtəlif suallar təqdim etmək olar. Şagirdlərin proqnozlarını soruşmaq olar. Şagirdlərlə birlikdə oxunan hissənin xülasəsini vermək daha dərindən öyrənməni təmin edir. Tapşırıqların yerinə yetirilməsi ilə bağlı aydın təlimatlar təqdim edin. Bu nədir? Bu olduqca vacibdir. Müxtəlif qrup işləri zamanı qaydaları elan etmək, ilk dəfə tanış olduqları tapşırıq tipini yerinə yetirmək üçün ardıcıllığı təqdim etmək, tapşırıqları yerinə yetirərkən hansı mənbələrdən istifadə edəcəyini söyləmək şagirdin işini daha da asanlaşdırır. Sonra mürəkkəb tapşırığın hissələrə bölünərək sadədən mürəkkəbə doğru dərk edilməsinə şərait yaratmaq. Şagirdlərə eyni zamanda çoxlu məlumat təqdim edilərsə,
onların yaddaşı həddindən artıq yüklənmədən əziyyət çəkər. Bu öyrənmə prosesini ləngidir və ya hətta dayandırır. Çünki şagirdlərin zehni hər bir məlumatı eyni anda qəbul edə bilmir. Buna görə də öyrəniləcək material birdən-birə deyil, asandan çətinə olmaqla hissə-hissə təqdim edilməlidir. Biz bundan əvvəl Jean Piaget'in nəzəriyyəsini keçdik, əvvəlki dərsimiz. İndi isə Lev Vygotsky'nin nəzəriyyəsini. İndi bunların bir-birindən fərqli cəhətləri vardır. Fərqli cəhəti nədir? Jean Piaget uşaqların idraki inkişafının mərhələlərlə baş verdiyi fikrini irəli sürsə də, Vygotsky onun bu fikirlərini qəbul etməmiş və uşaqların sosial qarşılıqlı əlaqə nəticəsində inkişaf etməsi fikrini irəli sürmüşdür. Jean Piaget idraki inkişafın öyrənmədən əvvəl gəldiyini iddia edir. Lev Vygotsky isə uşağın sosial münasibətlər nəticəsində əvvəlcə öyrəndiyini, sonra inkişaf etdiyini iddia edir. Piaget'in kognitiv inkişaf nəzəriyyəsinə görə müəllimlər uşaqlarda təlim prosesini nəzarətdə götürdükdə bu uşaqların fərdi inkişafına pasiv vəziyyətə salır. Vygotsky isə inanırdı ki, bir uşağın digər öyrənənlər və ya nəzarətçi ilə əməkdaşlıq edərək əldə edəcəyi nailiyyətlər uşağın tək başına öyrəndiyi nailiyyətlərdən qat-qat böyüdür. Piaget'in konstruktiv yanaşmasında öyrənən uşağa ətraf mühitlə qarşılıqlı əlaqədə olan məlumatı sərbəst şəkildə əldə edən, şərh edən müstəqil aktyor kimi baxılır. Vygotsky'nin sosial inkişaf nəzəriyyəsinə görə isə uşağın öyrənmə prosesi digər fərdlərin iştirakını, sosial qarşılıqlı əlaqəni tələb edən birgə proses kimi qəbul edilir. Bir sözlə Piaget'ə əsasən müstəqil öyrənməyə, Vygotsky'yə isə birgə öyrənməyə üstünlük verirdi. Piaget'dən fərqli olaraq Vygotsky nitqin rolunu öyrənmə prosesinin mərkəzində görürdü. Piaget'ə görə öyrənmə prosesində nitqin rolu minimal idi. Bunların hər ikisinin ortaq xüsusiyyəti var, oxşar cəhəti var. Hər iki nəzəriyyə arasında əsas oxşarlıq uşaqların inkişafı ilə bağlı araşdırma aparılmasıdır. Hər iki nəzəriyyəçi uşağın oyun oynarkən daha maraqlı, daha dərindən öyrənməsi fikrini irəli sürmüşdür.